Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Səhiyyə Nazirliyi tabeliyində olan körpələr evinin işçilərinin əməkdaşlarına edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsi müəyyənləşib. Xəbər verilir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla körpələr evinin işçilərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif və hissa maaşlarına bu artım əmsalları tətbiq ediləcək. Baş həkim 3 dəfə, baş mühasib, həkim pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, həkim dietoloq 2,5 dəfə, baş tibb bacısı, böyük tibb bacısı qardaşı, psixoloq, hüquq məsləhətçisi, mühasib 2 dəfə. Təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr 1,5 dəfə. Qeyd edək ki, bu qərar avqustun 1-dən tətbiq edilir.